Duaların sirləri var. Yəni duaların qəbul olunma sirləri. Hansı hallara dualar qəbuldur? Ümumiyyətlə dua anlayışı nədir? Duanın gözəllikləri, duanın sirləri. İstəyirəm bu barədə, yəni duanın mahiyyəti, duanın önəmi. Çünki insan duanın nə olduğunu biləndə sidq ürəklə dua edir. Rəbbimiz onun dualarını qəbul edər. Dualar edəndə belə insanın qəlbinə bir rahatlıq gəlir, sevgi gəlir, mutluluq gəlir, rahatlıq gəlir. Çünki ona görə ki, dua Allahla qul arasında olan bir ünsiyyətdir. İnsan dərdini ona danışır. Əgər bir insan ona ürəkdən dua edərsə, onu çağırarsa, qorxu içində ona sığınarsa, problem varsa, Allah onu geri çevirməz. Onu özünə yaxınlaşdırar, ona cavab verər. Çünki o çox mehriban və şəfqətlidir. Qul nə qədər günahkar olsa da, nə qədər özünü zülm etsə də günahlarla, Allah yenə də ona mərhəmətlə yanaşar, onu əzabından qoruyar. Biz Allaha həmd edirik, ona şükür edirik. Allahdan istəyirik ki, hər zaman istəklərimizi bizlərə versin. Həqiqətən də dua gözəl bir nədir? İbadətdir.